Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili iş dəftərinin səhifə 36 və 37-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4 tapşırığında deyir ki, sözləri cədvəl üzrə qruplaşdır. Şəxs əvəzliyinə sən, mən, siz, biz, işarə əvəzliyinə bu, elə, belə, həmin, sual əvəzliyinə isə necə, niyə, kim, hara yazırıq. B. Mötərizədə verilmiş sual əvəzlikləri cümlədəki hansı sözü əvəz edə bilər? Həmin sözün altından xətt çək. 1. Bilik yarışması üçün sinifimizdən ən çalışqan şagirdlər seçildi. Sual isə necədir? Necə çalışqan? 2. Tədbirdə yazıcı yeni kitablarını oxuculara təqdim etdi. Hansı kitabları? Yeni kitabları. 3. Nənə hər axşam nəvələrinə nağıl danışırdı. Nə vaxt və nə? Nə vaxt hər axşam? Nə nağıl? 4. Sevinç şeiri əzbərləmək üçün xeyli vaxt sərf etdi. Nə üçün? Əzbərləmək üçün nə qədər? Xeyli. C. Nöqtələrin yerinə uyğun sual əvəzlikləri yazmaqla cümlələri tamamla. 1. Sən bugün nə üçün dərsə gecikmisən? 2. 4-cü siniflər neçənci sırada əyləşəcəklər? 3. Şagirdlər muzeydəki eksponatlara necə baxırdılar? 4. Bu yerlərə nə vaxt qar yağır? C. Fərqləndirilmiş sözlərə uyğun sual əvəzlikləri ilə əvəz et və hansı nitq hissəsinə aid olduğunu göstər. 1. Həkim kim xəstəni müalicə etdi? İsim. 2. Atamı səbirsizliklə necə gözləyirdik? Zərf. 4. Dünən nə vaxt məni kimsə axtarıb? Zərf. 4. Sinifdə 22 neçə şagird var? Say. 5. O qapını ehtiyatla açdı. Nə etdi? Açdı. Feil. 6. Gənc necə? İdmançılar yarışa hazırlaşırlar. Sifət. Keçək səhifə 37-yə. Keçdik səhifə 37-yə. Ümumiləşdirici təkrar. A. Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdir. 1. Yeni salınmış ərazidə 1000 ədəd fidan əkdik. 1000 saydır. 2. Ayaqqabılarını təmizləyib maşına min. 1000 burada o deməkdir ki, yəni hərəkətdir, feildir. 3. Tək əldən səs çıxmaz. Say. 4. Nihat birinci dəfə idi ki, səyahətə tək gedəcəkdi. Tək burada zərfdir. 5. Ox, nə gözəl havadır. Burada ox nidadır. 6. Ox qədim silah növüdür. Burada ox isimdir. B. Nöqtələrin yerinə etmək, olmaq sözlərini artırmaqla cümlələri tamamla. 1. Uşaqlar nə haqqındasa mübahisə etdilər. 2. O həm bağbanlıq edir, həm də xanım mülkünə göz qulaq olurdu. 3. Babam eyvanda dayanıb yaxşı seyr edirdi. 4. Böyük sözünə baxmayın, peşman olar. C. Cümlələrdə şəxsə və zamana görə dəyişməyən feillərin sualını qarşısında qeyd et. Nümunə. Heç nə bilməyəni kimi aldatmaq nə asan olur. 1. Anam solmuş, hansı çiçəkləri güldandan götürdü. 2. Babam işləməkdən nədən heç vaxt yorulmur. 3. Payız gələndə nə vaxt yarpaqlar saralır. C. Cümlə üzvlərini seçib uyğun sual əvəzliklərinin qarşısına yaz. 1. Meydançaya xeyli uşaq toplaşmışdı. Nə etmişdi? Toplaşmışdı. Kim? Uşaq. Nə qədər? Xeyli. Haraya? Meydançaya. 2. O, fərqləndirilmiş sözlərə fikir vermədi. Nə etdi? Fikir vermədi. Kim? O. Hansı fərqləndirilmiş? Nələrə? Sözlərə. 3. Arzu günorta dərnəyə gedəcək. Nə edəcək? Gedəcək. Kim? Arzu. Haraya? Dərnəyə. Nə vaxt? Günorta.
Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.